Hamıya salam, mən Rəzət müəllimin Sevinç Əsəd. Bugün OTK sınaq imtahanının suallarına baxacaq. Başlayıram birinci sualdan. Birinci sualda ortaq vuruq kimi 3 çıxarılsa, qalacaq 1 çıxılsın 4a kvadratı. Bu isə müxtəsər bölmə düsturlarından bu 1-in kvadratıdır, bu isə 2a-nın kvadratıdır. Yəni yazırıq 1 çıx 2a, 1 üstəgəl 2a, yəni D variantı. Sual nömrə 2-yə baxırıq. Ümumiyyətlə hadisələrdə, ehtimallarda hadisənin baş verilməsi ilə verməməsi ehtimalı cəmi 1 olmalıdır. Yəni A hadisəsinə görə bunların ikisinin cəmi 1-ə bərabərdir. Bir də bunların ikisinin cəmi 1-ə bərabərdir. İlki tapmaq üçün 1-dən çıxırıq 0-dan %28-i. Qalacaq 0-dan 72. X-i tapmaq üçün 1-dən çıxırıq 0-dan %76-nı. Qalacaq 0-dan %24. Nəyi soruşur? Y böl X. Yəni %72-ni %24-ə bölmək lazımdır. Sıfırlar getsə 72 böl 24 olacaq 3. Yəni D variantı. Sual nömrə 3-ə baxırıq. Bir üzünün diaqonalı. Ümumiyyətlə söhbət kubdan gedirsə, kubun bütün üzləri kvadratdan ibarətdir və 6 üzü var. Əgər kvadratın bir diaqonalı 4 kök 2-dirsə, demək ki, onun hər bir üzü 4-4-dür. Sonra yan səttinin sahəsini soruşursa, yan səttinin sahəsi düsturu belə idi. 4a kvadratı. Axı bunun bir üzü 4-dür. 4a kvadratında 4 vur 4-ün kvadratı 16 vur 4 edir 64. 64a variantı. Əgər tam səttinin sahəsini soruşsaydı, 6a kvadratı deyə qeyd edərdik. Sual nömrə 34. Altda bir hissəsi dolu olan çən. Əgər bir çənin altda bir hissəsi doludursa, demək ki, onun 6'da 5 hissəsi boşdur. İndi bizdən soruşur ki, dolu olan çənin boş qalan hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Təbii ki, 5 dəfə. Çünki 6'da 1 5'ə vuranda 6'da 5 eləyir. Sonrasında baxıram sual nömrə 35-ə. Bu da yenə eyni düstur. Birinci sualdakı kimi. 402 çıx 398 biraz yaxınlaşdıraq. 402 üstəgəl 398 bölünsün 800. Bu onsuz 800'dür. 800 800'ü getdikcə bundan bunu çıxanda isə neçə qalır? 4. 4 də A variantı. Sual nömrə 36. 60 ədədinin 60% A ədədinə. Yəni A nəymiş? 60 ədədinin 60%. Sıfırlar getdi, qaldı 36. A 36 imiş. B ədədi isə 80 ədədinin 80%-dir. Yəni 64-dür. Məndən nəyi soruşur? A plus B-ni, yəni kök altı 36 üstəgəl 64 eləyir 100. Kök altı 100-dən də 10 çıxır. Elə yenə A variantı. Sual nömrə 37-yə baxaq. Deyir, M bərabərdir. ABC-ni biz necə açırdıq? 100A, 10B, 1C. O birisi BAB. Yəni 100B, 10A, 1B plus yenə 100C, 10C, 1A. Bərabərdir. Əvvəl A'ları toplayaq. 100A, 10A, 110A. Bir də burada var 111A. 10B, 100B, 1B. Yəni 111B. Bunları altından çıxart çəkək. C'lər isə buradadır. Onların da cəmi olur 111C. 111'i ortaq vuruq kimi çıxartsaq, qalır A plus B plus C. İndi baxaq bizə nəyi soruşur? Deyir ki, 9'a qalıqsız bölünür. 9'a qalıqsız bölünməsi üçün belə bir şey demiş olar. Əgər vuruqlardan biri 9'a bölünürsə də 9'a bölünəcəkdir. Bu heç. Məsələn, burada 111 9'a bölünmüş. Mən də bunun neçə olduğunu bilmirəm. Ona görə bilmirik ki, bu həqiqətən 9'a qalıqsız bölünəcək ya yox. İkincidə fikir verin, 37'yə qalıqsız bölünür. Bəli, çünki 111 37'yə bölünür axı. 37 vur 3, 111 eləyir. Deməli, bu qalıqsız bölünəcək. Bir də 3'ə qalıqsız bölünür. Bəli, çünki 111 3'ə də bölünür. Ona görə 2 və 3 doğru idi. C variantı. Sual nömrə 38. Kök altı 2 ədədinin kəsr hissəsi. Ümumiyyətlə, kəsr hissəni tapmaq üçün kəsr hissə bərabərdir nəyə? Ədədin özündən çıxırsan onun tamını. Kök altı 2'nin isə tam hissəsi 1'dir. Yəni bu A ədədiymiş. Deyir, bunu tapdıqdan sonra apar yerinə yazaq. A çıxılsın, yəni kök altı 2 çıxılsın 1. Çıxılsın 1. Çıxılsın 1.
Olur 2 çıx kök altı 2 bölünsün kök altı 2 çıx 2. A minus B böl B minus A. Bunlar bir-birinin əksidir. Ona görə cavab nə olacaq? -1. Yəni D variantı. Sual nömrə 39-a baxıram. 39-cu sualda üçbucağı verib, belə bir üçbucaq verir. Səliqəli hala sağ olsun proqram saldı, yoxsa bərbad vəziyyətdə idi. Deyir A-dır, B-dir, C-dir, M, N-dir. Bunlar paraleldir. M böl AC. Yəni sən bura 2K-dırsa, bura 3K-dır. BN 4 olarsa, böyük ehtimal NC-ni soruşacaq. Bəli, NC soruşur. Həmişə biz deyirdik ki, 4 bölünsün bütövə nisbəti. Həmişə deyirəm öz şagirdlərimə 4 bölü x yazma. 4 bölünsün bütöv. 4 plus x bərabərdir. 4-ə uyğun oturacaq 2K böl 3K. Elə belə fikir ver də. Kiçik üçbucaq, böyük üçbucaq. Onların tərəflərindən gedir söhbət. K'lar getdi. 2 ilə 4 getdi. Qaldı burada 2, burada da 1'dir. 1 vurulsun x plus 4. 2 vur 3, 6. X də bərabərdir 2, yəni Y variantı. Sual nömrə 40 hardadır? Burada. Dairə sektoru. Dairə sektoru, sektorun sayısı belə idi də. S bərabərdir pi, R kvartı alfa böl 360. Buradakı alfa deyirdik, mərkəzi bucaqdır. İndi burada bizə deyir ki, pi yerində saxla. Radiusu onsuz da soruşur. Alfasını verib bucaqdır da o 60 dərəcədir. Böl 360 bərabərdir 24 pi. Yəni sektorun özünün sayısını veribdir. Sağda pi var, solda pi var. Getdi ixtisar. 60, 360 qaldı 6. Oldu R kvadratı bərabərdir 6 vur 24. Yəni 144. 144 də 12-nin kvadratıdır. Demək ki, radius 12 imiş. Sual nömrə 41-ə baxırıq. 41-də məsələn, burada ortaq vuruq, kök altı 2-dir. 2-ni çıxardaq. Qalır nə? Kök altı 3, çıx 1. Burada da kök altı 3, üstəgəl 1 var. Kök altı 2 vurulsun A minus B, A plus B. Yəni A kvadratı, çıx B kvadratı bərabərdir. Kök altı 3-ün kvadratı qalır 3, 1-in kvadratı olur 1. 3-dən 1 çıxıram 2, vurdum kök altı 2-yə, 2 kök altı 2. Yəni A variantı. Sual nömrə 42. Hipotenuzu 20. Yəni bundan asan sual. Nə salsınlar. Çox asan bir sualdır. Hipotenuz kök altı 21. Yəni 90-ın önü ən böyük tərəf. Kadetlərindən biri də 5-dir, digərini soruşur. Düstur necə idi? X kvadratı üstəgəl digər katetin kvadratı bərabərdir hipotenuzun kvadratına. X kvadratı 16-dırsa, təbii ki, digər katet 4 imiş. Yəni D variantı. Sual nömrə 43. Bizdən nəyi soruşur? Deməli, A plus B bərabərdir 8 olduğu verib, A kvadratı B kvadratı soruşursa, bunun hər tərəfini kvadrata yüksəldək. Olacaq A kvadratı, üstəgəl 2AB, üstəgəl B kvadratı bərabərdir 8-in kvadratı, yəni 64. Bunu məndən onsuz da soruşur. A kvadratı plus B kvadratını axtarıram. Üstəgəl 2 A vur B. A vur B də hazır verilib onsuz 3-dür. 2 vur 3 elədi 6. Yəni, bu hissə niyə bərabər imiş? 64 çıx 6, 58-ə. 58 də C variantını. ABC çoxluqları iştiqlənmişsə, burada biz nə görürük? A ilə B birləşib və baxın, A-dır, B-dir. Bütöv götürülmüşmüş əslində. Amma oradan C-yə aid olan bu yer var, bu çıxılıb. A birləşmə B, fərq C. Yəni, A variantı doğru idi. Sual nömrə 45. 45 deyil, bu 46-dır. 45 aşağıdaymış. Deyir ki, 3x çıx y bərabər 3-dür. 2x üstəgəl 3y bərabər 13 olarsa, x plus y cəmini tapın. X plus y cəmini soruşur. Biz burada nə edək? Birinci tənliyi 3-ə vuraq. Belə bir şey alınır. 9x çıx 3y bərabər 9. Aşağıda isə bərabər 13. İndi toplayıram. Bunlar yetsin. Qalır 11x bərabər 22, x də bərabər 2. Bu tapdığımız 2-ni aparaq elə burada yerinə qoyaq. 3 vur 2, 6. 6-dan da neçə çıxsam 3 eləyər? 3 çıxsam 3 eləyər. Yəni ilk də 3 imiş. X-inin cəmini soruşurdu. 2 plus 3 bərabərdir 5. A variantı. Sual nömrə 46.
Deməli, bu da yaxşı sualdır. Deyir ki, A bölü B 2 bölü 3 nisbətindədir. B bölü C isə 4 bölü 5. Burada hansı ədəddir ki, 2 dəfə işlənilib? B-dir. B bir dəfə 3-ə bərabərdir, bir dəfə isə 4-ə. K-larla getsək, bunları bərabərləşdirmək lazımdır. 3 ilə 4-ün əşobu 12-dir. Deməli, bunları hər ikisini 12-yə gətirmək lazımdırsa, mən bunu 4-ə vuraram ki, 12 eləsin. Bunu isə 3-ə vuraram. 3-ə vurmuşamsa bunu da vurmalıyam, 4-ə vurmuşamsa bunu da vurmalıyam. O zaman A nə olur? 8K. B nə oldu? 12K. Bax, burada yoxlayaq. Həqiqətən B yenə 12K. C isə 15K. Məndən nə istəyirdi? ABC cəmin ən kiçik qiymətini. Bunları toplayıram. 8, 12, 15, 20, 15, 35K eləyir bütöv. Və deyir ki, bunlar naturaldır. Ən kiçik olması üçün, demək ki, K-ya ən kiçik 1 verirəm. Cavab neçə oldu? 35. Baxıram sual nömrə 47-yə. A-nın hansı qiymətində 18 dənə sadə vuruq var? Sadə vuruq soruşur sadəcə olaraq. Nə edirəm? N bərabərdir. 4 özü 2 üstü 2-dir. 21 isə 3 vur 7-dir. Yəni 3 üstü A vur 7 üstü A. Belə yazaq. Deyir, ümumi 18 dənədir. Toplayıram. 2 plus A, yəni 2 üstə gəl 2A, bərabər 18. 2A bərabərdir. 18-dən 2 çıxdım 16-ya. A da bərabər imiş 8-ə. Baxıram 48-ə. Burada, baxın, x kvadratı üstə gəl 6x. Bunun müxtəsər vurma düsturu olmasını istəyirəmsə, üstünə 9 gəlməliyəm. 9-u hardan tapdım uşaqlar? X-in əmsalını 2-yə böl, kvartını tap. 6 2-yə böl, 3, kvartı 9. Sən misala özündən təsir eləyə bilmərsən. Ona görə gəldiyini həm də çıxmalısan ki, 9 çıx 9 0. Yəni misala təsirim yoxdur. Amma mənə düstur lazımdır, o yaranacaq. Üstə gəl. İndi bunlara baxıram. Y kvadratı çıxılsın 12y. Yenə y-in əmsalı nədir? 12. 12-ni böldüm 2-yə. 6 kvadratı 36. Üstünə gəldim. Həm də çıxdım. Çıxılsın 4 də misalın özündə var. Bərabərdir 0. Buradan bura kimi x üstə gəlinsin 3-ün kvartının düsturudur. Mən bunu almaq istəyirdim. Bu isə y çıxılsın 6-nın kvartıdır. Nə qaldı yerdə? 9 mənfi 36. Mənfi 9 mənfi 36 eləyir. Mənfi 45 mi? Mənfi 45. Bir də mənfi 4 mənfi 49. Atdım sağa, oldu müsbət 49. Mən nəyi soruşur? Çevrənin mərkəzinin koordinatlarını. Çevrənin mərkəzi mənfi 3 və 6-dır. Bunların əksini götürürdük. Bunların cəmini istəyir. Cavab da alındı 3. Sual nömrə 49. Tənliyin kökləri bu olarsa tap. B teoreminə görə biz deyirdik ki, tənliyin köklərinin hasili bərabərdir 4-ə. Tənliyin köklərinin cəmi isə x-in əmsalının əksi, yəni 6-ya. Biri 6-dır, biri 4-dür. Qoyaq yerinə. 6 bölünsün kök altında 4. Yəni 6 böl 2. O da bərabərdir 3. Cavab 3-dür. Sual nömrə 50. 50-də deyir ki, x kvadratı 11 kiçikdir 0. Bərabərliyin ən böyük tam həlli. X kvadratı kiçikdir. Əslində bunu başqa cür yaza bilərdim. Nəysə belə yazdım. Ən böyük tam həlli deyirsə, 11-dən kiçik tam həll olması üçün x neçə olmalıdır? Müsbət 3 düzdür. Çünki 3-ün kvartı 9-dur. 11-dən kiçikdir. 4 olsa 4-ün kvartı 16. 11-dən kiçik olmaz. Ən böyük dediyi üçün budur. Burada mənfi də ola bilərdi. Amma ən böyüyə görə mən mənfini götürmürəm. Və yaxud da bunu belə yazıb intervallar üsulu ilə da həll etmək olardı. Baxıram indi 51-ə. Deyir ki, bucağı iti bucaq olarsa, n-in ən böyük qiyməti. Ən böyük iti bucağım neçədir? 89. Çünki 90 çatanda artıq düz bucaqdır. Ən böyük iti bucağım əgər 89-dursa, bərabər 89 yazaq. 4n bərabərdir 89-dan bunu çıxsam neçə eləyəcək? 7, 47 düzdür. 47 yerdə bu yox. N də bərabərdir. 47-ni 4-ə bölsəm 11 tam 4-də 3. N-in ən böyük tam qiyməti. 11 tam 4-də 3 bu tam deyil. Ona görə n-in yerinə 11 yazsam, n bərabər 11 olsa. 11 tam 4-də 3-dən kiçik. 11 var axı, amma ən böyük olan. 11 yazanda yerinə görə neçə alınır? 32 üstə gəlinsin 4 vur 11. Yəni 32 üstə gəlinsin 44.
O da eləyəcək 76. Məsələn, mənə bir şey maraqlıdır. İndi n 12 olsaydı nə baş verərdi? 32 üstə gəl 4 vur 12. 32 üstə gəl 48. Neçə eləyəcəkdi bu? 90. Bu iti bucaqdırmı? Xeyr. Bu düz bucaqdır. Gördünüz? 12 ödəmir. Yəni onu ödəyən 12 ödəmirsə zaten 12-dən kiçik nə var? 12-dən kiçik ən böyük ədəd 11-dir. Cavab da elə 11-in özüdür. Tam olan 11-dir. Sual nömrə 52. Uşaqların biraz narahat olduğu suallardan. Təpə nöqtəsi verilib 3, 5-dir. Çox rahat. Nə yazırdıq? Y bərabər A vurulsun x çıx 3-ün kvadratı üstə gəl 5. Həmişə deyirdik ki, bunun əksi, bunun özü. Yazdıq bura. Mən anı bilmirəm. Amma sənə A-nı tapmaq üçün nöqtən var. 0, 23. Apar qoy yerinə. X-in yerinə 0 qoy, Y-in yerinə 23. Olur A vurulsun 0 çıx 3-ün kvadratı üstə gəl 5 bərabər 23. A vurulsun 9 bərabərdir 18. Buradan bunu çıxdıq. A özü 2 imiş. Yəni mənim funksiyam bu 2-ni yazıram yerinə. Belə imiş. 2 vur. X çıx 3-ün kvadratı üstə gəl 5. Uşaqlar, biraz tez-tez danışıram. Çünki birazdan online dərsim var. Ümid edirəm ki, hər şey aydındır. Əgər kiminsə sualı yenidən yaransa, bunu yazın. Prosta yenidə çatdırmağa çalışıram. Hiss edirəm ki, biraz tez-tezdir. Üstə gəl 23. Üzülür sayın bunun üçün. İndi, deməli, bizim funksiyamız baxın bu şəkildəymiş. Və mənə deyir ki, y bərabərdir ax kvadratı plus bx plus c. A minus b-ni soruşur. Nə durub A-nın yerində? 2. Nə durub B-nin yerində? 12 demə. Mənfi 12. Mənfi nəzərə al. Bir-birindən çıx. 2 çıx mənfi 12. Neçə eləyəcək? 14. Cavab da 14-ün özüdür. Baxırıq indi 53-ə. Görək bu nədir? Şəklin üstündə işləmək istəyirəm. Vaxt çox getməsin deyə. BA toxunandır. BC kəsəndir. AB 6-dır. Buranı yazaq. BD 3-dür. BD buradadır. CY 3-dür. O da 3 imiş. Bunlar da bir-birinə bərabərdir. X deyək. Çünki MN soruşur. Bizdə belə bir, bu xət var, YD. YD-yə bir dənə A deyəm. Düstur necə idi? 6-nın kvadratı bərabərdir. Yəni belə yazaq istəyirsiniz. AB-nin kvadratı bərabərdir. Çöldəki vurulsun bütöv. Yəni BC. AB də 6-da axı. 6-nın kvadratı bərabərdir. BD vurulsun BC. Yəni 3 burada, 3 burada, A burada. Cəmi neçə eləyir? 6 plus A. 6 plus A bərabərdir. 36-nı 3-ə böldüm 12. A da bərabər 26-ya. A hazırdır. Sonra bizdə eyni çevrənin ancaq daxilinə bax. Düstur necə idi? X vur X bərabərdir 3 vur A. X vur X onsuz da bərabərdir. Oldu X-in kvadratı. 3 vur A. Yəni 3 vur 6. X-in kvadratı bərabər 18, X bərabər kök altında 18, o deyilir 3, kök altı 2. Məndən X soruşmur ha, MN soruşur. MN soruşduğu parça nədir? X plus X, yəni 2X. 3 kök altı 2-ni 2-yə vur, oldu 6 kök altında 2. Baxıram indi 54-ə. Həsənin 13, Yusufun isə 7 yaşı var. Neçə ildən sonra, bax bura yazaq, Həsən və Yusuf. Bura 13-dür, bura isə 7-dir. Neçə ildən sonra, təbii ki, neçə il keçir keçsin, hər ikisi eyni qədər böyük illərdə, eyni yaş artırlar. Neçə ildən sonra Həsənin yaşı Yusufin yaşından 1,5 dəfə çox olar. Yəni, Yusufin yaşını 1,5-ə vuranda Həsənin yaşını verər. Gəlin vuraq. 1,5 düstur belədir, yəni. Yusufin yaşı bərabərdir Həsənin yaşı. 1,5 x üstə gəl. Bunu buna vursam 10,5 bərabər x plus 13. 1,5 x-dan x-i çıxdım. 13-dən də 10,5-i çıxdım. 0,5 x bərabərdir. Bu neçə eləyir? 2,5? 12, bəli. X də bərabər 2,5 bölü 0,5 oldu 5. Yəni 5 ildən sonra hesab səhvi yoxdursa. Deyir ki, sual nömrə 55-də bütün diaqnallarının sayı. Diaqnalın sayı belə idi axı. N vur n minus 3 bölü 2. Bütün diaqnal sayı. Bir təpədən çıxan diaqnal sayı desəydi, n çıx 3 olardı bu arada. Bərabər 9 olarsa. Olur, bunu buna vururam. N kvadratı çıxılsın 3n bərabər 18. N kvadratı çıx 3n çıx 18 bərabər 0. Bir-birinə vuranda mənfi 18, toplayanda isə 3 eləsin.
6 və -3. Amma tərəfin sayı mənfi ola bilməz. Bu getdi, qaldı 6. Deməli, bu 6 bucaqlıymış. Məndən nəyi soruşurdu? Bir daxili bucağı. Əgər 6 bucaqlıdırsa, ümumiyyətlə xarici bucağı neçədir? 360 bölü 6. Yəni 60-dır. Xarici bucağı 60-dırsa, daxili bucağı nədir? 180 çıx 60. Yəni 120 dərəcə. Uşaqlar, bu qədər. Ümid edirəm ki, həlli aydındır. İnşallah çox tez-tez olmadı. Nəsə bir sual, problem olsa, suallarınızı yazın, kommentdə cavablandırım. Sağ olun, hələlik.